Herkese akşamınız xeyir olsun. Ben ise bugünləri getmişdim masaja ve masajdan sonra çıktım. Belə bir balaca kafeye geldim. Özüme çay ve belə göbələkli və toyuqla tartaletka zakaz ettim. Her şey yaxşıdır. Masajdan sonra özümü yaxşı hiss edirəm. Çöldə уже qaranlıq düşür. İstədim biraz istirahət etmək. Uşağımdan və evdən, işdən. Çünkü arada insan özünə vaxt ayırmaq istəyir. Sonra burada tramvaya oturup ve 10 dəqiqə evdə olacağım. Onun için de hiç de narahat değilim ki gecdir, akşamdır ve rahatım ki yoldaşım uşaqla oturubdu. Ben ise sakit həftədə bir dəfə özümə vaxt ayıra bilərəm. İndi isə mən yeyəcəm. Üstünde pendir. Tatlıdır. Göbələk də çoxdur, pendir də çoxdur üstündə. Muhteşem, çok tatlıdır. En çok dadı veren pendirdir. Bakın görün pendirle bu da iyi kedi. Pendir de çok dadlıdır. Göbələklər də. İndi isə mən belə трубочка aldım. Çok da dadlıdır. Трубочка с белковым кремом. İndi yiyəcəyik. Bunu özümdən biraz danışım. Mənim adım Şəhvadır. Mənim 30 yaşım var. Ailəliyəm. Bir dənə oğlum var. 2 yaş, 10 aylıqdır. Belə yoldaşım var, işləmirəm, hələ ki evdar qadınam, çünki uşağım balacadır. Amma ki mən həkiməm, həm uşaq həkimiyəm, anesteziolog, reanimatolog, bir
də təcili yardım həkimi. Mən niyə istəyirəm ki, Azərbaycan dilində bloqumu aparım? Çünki nədənsə bir gün ağlıma gəldi ki, mən bloqumu Azərbaycanca apara bilərəm. Düzün desəm, mən biraz çətinlik çəkirəm. Azərbaycan dilində danışandan. Amma inanıram ki, vaxtlarda mən Azərbaycan dilində daha da yaxşı danışacağam. 25 ildir ki, mən yaşayıram Rusiyada və Azərbaycanda uşaq vaxtdan anadan olmuşam. 4-5 yaşında köçmüşük Rusiyaya və sonra getməmişim Azərbaycana. Yalnız bir 2019-cu ildə getmişəm, bir də 2022-ci ildə. O da 2 həftəliyinə. Çünki bəzi işlər var idi. Onun üçün mənə çətindir danışmaq. Evdə yoldaşımla çox vaxtı rus dilində danışırıq. Uşaqla da rus dilində danışırıq. Uşaqma elə gəlir ki, Azərbaycan dilində az bilir. Daha məndən də az. Və mən çalışacağım ki, daha da çoxlu danışım. Sizinlə bir nəsə hobbi yaradım. Bu mənim hobbim olsun və istəyərdim ki, Azərbaycan məni tanısın. Bilmirəm niyə, amma nədənsə belə istədim. Hər kəsə çox şadam. Abunə olun, like qoyun, komentariya yazın. Nə sualı soruşmaq istərdiniz? Deyin. Bir yerde İndi isə gedəcəm evə. Biraz deyirəm, istirahət edim, həzm edim. Nəsə yuxum gəldi. İndi istəyirəm yataq. Çöldə 10 dərəcə soyuq var. Belə bayaq kafedən çıxanda öz müəllimimi
gördüm. Onunla söhbət edirdim. Bir 10 dəqiqə. Maraqlanırdı, harda işləyirəm, işləmirəm, uşaqla. Onun dərsinə gedirdim. Çox hoşuma gəlirdi. Onunla dərs keçirmək. Sergey Yurievic'in dərsinə detskaya xirurgiya dərsi deyirdi və hələ də deyir. Sadəcə mən universiteti bitirmişəm və mən indi isə evə gedirəm. Tramvaydı. Çok sağ olun. Уже karanlıktı. Geç kaldım. Ama biraz istirahat ettim. Geceniz xeyrə qalsın.